Amerika Birləşmiş Ştatları və İsrailin birgə İrana hücumları davam edir. Bölgədə gərginliyi ağır olaraq qalır. Qarşılıqlı zərbələr hələ də davam edir. Bu arada ABC News telekanalının yaydığı məlumata görə İranın zərbələri nəticəsində Amerika Birləşmiş Ştatlarının radarları kör olub. Peyk görüntülərinə əsasən İranın cavab zərbələri nəticəsində Amerika Birləşmiş Ştatları və onun yaxın şərqdəki müttəfiqlərinə məxsus ən azı 10 radar qurğusu zərər görüb. Bildirilir ki, İran və onun dəstəklədiyi qruplar Amerika Birləşmiş Ştatlarının erkən xəbərdarlıq sistemlərinin əsasını təşkil edən raketdən müdafiə infrastrukturunu hədəf alıb. 28 fevraldan bəri bölgədə gərginliyin artması fonunda həyata keçirilən hücumlarda nadir torpaq elementlərinə əsaslanan və 100 milyonlarla dollara başa gələn radar sistemində ağır zərər qeydə alınıb. Qeyd olunub ki, radarların vurulması raketdən müdafiə imkanlarını tamamilə aradan qaldırmasa da sistemləri qismən kör edir və erkən xəbərdarlıq qabiliyyətini zəiflədir. Məlumata görə İranın cavab zərbələri Amerika Birləşmiş Ştatları və müttəfiqlərinə məxsus ən azı 25 hədəfi, o cümlədən logistika strukturları, anqarlar, yanacaq saxlama sahələri və TAAT raketdən müdafiə sistemlərini dəstəkləyən radar komponentlərini əhatə edib. Bu arada Wall Street Journal qəzetinin iddiasına görə dəqiq zərbələr üçün Rusiya İrana dəstək verir. Məlumata görə Rusiya İranla hərbi və kəşfiyyat əməkdaşlığını genişləndirir. Moskva Tehranı peyk dəstəyi, dronların istifadəsi və əməliyyat taktikaları ilə təmin edir. Rusiya yaxın şərqdəki yaxın müttəfiqi İranın Amerika Birləşmiş Ştatları və İsrailə qarşı fəaliyyətini dəstəkləmək istəyir. Bildirilir ki, Ukraynada davam edən müharibə Rusiyanın İrana verə biləcəyi yardımı məhdudlaşdırsa da, indiki dəstək müharibədə mühüm rol oynayır. Rusiya Ukrayna müharibəsində İranın Şahid kamikadze dronlarından istifadə edib. Daha sonra bu dronların qabaqcıl versiyalarını istehsal edərək İrana təqdim edib. Tehran indi Rusiya texnologiyası ilə daha dəqiq hədəfləmə və naviqasiya imkanlarına malik dronlarla əməliyyatlar həyata keçirir. Qeyd olunur ki, dronların komponentləri, hədəf və hücum taktikasına dair təlimatlar Rusiya tərəfindən İrana verilir. Qəzet yazır ki, Rusiya həmçinin yaxın şərqdəki Amerika Birləşmiş Ştatlarının hərbi bazalarının yerlərini Tehranla paylaşır və birbaşa peyk görüntüləri təqdim edir. Bu məlumatlar hərbi əməliyyatlar üçün kəşfiyyat rolunu oynayır və İranın İordaniya, Bəhreyn, Küveyt və Oman bölgələrindəki hədəfləri daha effektiv vurmasına imkan yaradır. Vurğulanır ki, Tehran ötən illə müqayisədə hədəflərə daha dəqiq hücumlar həyata keçirir. İranın taktikaları Rusiyanın Ukraynada tətbiq etdiyi strategiyaya çox oxşuyur. Rusiya ilə İran arasında rəsmi hərbi ittifaq olmasa da tərəfdaşlıq çox sıxdır və Tehran silahlarını Moskvadan alır. O da xatırladılır ki, Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasındakı münasibətlər gərgin olsa da Ukraynaya hücumdan sonra əməkdaşlıq daha da dərinləşib. İranın son peyk sistemləri də Rusiya tərəfindən qurulub və kosmosa buraxılıb. Amerika Birləşmiş Ştatlarının ordusunun İrana qarşı əməliyyatları davam etdirmək üçün 200 milyard dollardan çox vəsaitə ehtiyac var. Belə bir iddia ilə isə Washington Post nəşri çıxış edib. O, öz mənbələrinə istinadən yaydığı məlumata görə Amerika Birləşmiş Ştatlarının ordusunun İrana qarşı əməliyyatları davam etdirmək üçün 200 milyard dollardan çox vəsaitə ehtiyacı var. Bildirilir ki, Pentagon Ağ Evdən İrandakı müharibənin maliyyələşdirilməsi üçün Konqresdən 200 milyard dollardan çox vəsaitin tələb olunmasını təsdiqləməsini istəyir.